15 il deyəndə sadəcə bir rəqəm kimi səslənir. 2 heca, 1 nəfəs. Amma bu rəqəmin içində bir ömürlük duyğular gizlənib. Bu 15 ildə təkcə dərs demədim, təkcə təqdimat keçmədim. Dinlədim, anladım və hiss etdim. İnsanların səsini, susqunluğunu, axtarışını gördüm. 15 il hər səhər bu gün kiminsə həyatına toxuna bilərəmmi sualı ilə başlamaq. Bəzən bir baxışdan ilham almaq, bəzən bir sualla silkələnmək, bəzən də heç nə demədən bir nəfəri inandırmaq. Bu illər təkcə zaman deyil. Bu illər yollarla, insanlarla, duyğularla yazılmış bir hekayədir. Hər təlim otağı bir səhnə, hər iştirakçı bir həyat hekayəsi və mən bu hekayələrin içində yol gedən bir yolçu olmuşam. Bu yola çıxanda beynimdə bəzi suallar var idi. Görəsən ümumiyyətlə mən bu işi bacara bilərəmmi? Kiməsə nəyisə öyrədə bilərəmmi? Və ən əsası öyrətdiklərim onlar üçün faydalı ola bilərmi? Amma bir şey hər zaman beynində var ki, əgər işinə qarşı sevdiyin varsa və məqsədin varsa, həmin sevgi və məqsəd səni özü uğur aparacaq və elə də olur. İllər keçdi, amma auditoriyaya daxil olanda hələ də ilk günkü kimi həyəcanlanıram. Çünki bilirəm ki, burada kimsə öz yolunu tapacaq. Bəlkə də bir cümlə, bir nümunə, bir təbəssüm onu motivasiya edəcək. Bu hissi heç nə ilə dəyişmək olmur. Təlimçilik mənim üçün sadəcə dərs keçmək deyil. Bu eyni zamanda paylaşmaq, bildiklərini ötürmək, öyrətmək və eyni zamanda öyrənməkdir. Hər yaşdan, hər sahədən insanların həyatına toxunmaqdır əslində təlimçilik. Öncəliklə təşəkkür etmək istəyirəm New York Akademinin təlimçisi Vahid müəllimə. Bundan öncəki dəfə ödənişli təlimində olmuşdum və ondan sonra təlimçilər üçün təlim, TOEFL təliminə qoşulmaq qərarına gəldim və bugün çox böyük nailiyyətlə, sıfır bilgi ilə gəlib verilən testə əsasən 97 nəticə ilə gedirəm və çox məmnunam. Çox təşəkkür edirəm. Ümid edirəm ki, uğurlarınız bol olar. Ümid edirəm ki, üzü ağlayan tələbələr çox olar. Biz də onların içində olarıq. Çox sağ olun, təşəkkürlər. Salam. Vahid təlimində insanlara təkcə bilik deyil, enerji və motivasiya verir. Onun üslubu, yanaşma tərzi və səmimiyyəti insanlarda həqiqətən dəyişiklik hissi yaradır. Bəzən bir təlim yalnız məlumat deyil, bir dönüş nöqtəsi olur. Vahid bəyin üslubu, səmimiyyəti və təcrübəsi bizə təkcə öyrənmək deyil, eyni zamanda motivasiya olunmaq və öz potensialımıza inanmaq imkanı verir. 15 il geridə qaldı. Amma hiss edirəm ki, öyrənəcəyimiz, öyrədəcəyimiz və irəliləyəcəyimiz yollar qarşıdadır. Növbəti təlimlərdə görüşmək üzrə.